Salam əziz və dəyərli izləyicilərim, Azərbaycan xalqı, dəyərli bacılarım, dəyərli qardaşlarım, balaca uşaqlar, hər birinizin üzümüzə gələn nə qaldı ki, 1-2 dəqiqə qalıb yeni ilimizə keçməyə, hamınızı təbrik etmək istədim əzizlərim. Yeni ilimiz mübarək olsun. Yeni il nə deməkdir? Yəni ilimiz yeniləşir. İndi çalışağın özümüz də yeniləşək. Ağzımız doğal olsun, şükürlərlə bol bir ilimiz keçsin. O qədər gözəl keçsin ki bu ilimiz keçən ilimizdən daha gözəl olsun. Bax əlimdə belə gözəl, dadlı, şipşirin tortla sizləri təbrik edirəm. Bu tort kimi hamınızın həyatınız şipşirin olsun. O qədər gözəlliklərlə keçsin. Bir də hər birinizdən xahiş edirəm. Bu il, baxın, həyatın acı üzü də var, şirin üzü də var. Acını da sevəyin, şirini də sevəyin. Çünki hamısı bizlər üçündür. Hər çətin bir günümüzdə şükürlər etməyi unutmayalım. İlimiz bol ruzili olsun, can sağlıqlı olsun, xoşbəxtliklə olsun. At ilidir, at ili muraddır. İnşallah Allah muradlarımızın hansını bizim üçün xeyir bilirsə, dua bilib qəbula keçirər mənim əzizlərim. Uşaqların gözlərindən öpürəm, böyüklərin əllərindən öpürəm. Dünyada yaşayan bütün Azərbaycanlıları, Azərbaycanın hər bir rayonunda, şəhərində, kəndlərində yaşayan bütün Azərbaycanlılar, yeni ilimiz mübarək olsun, yeni ilimiz düşərli olsun inşallah. Təbrik edirəm. Yine dolsun, yeni ilimiz mübarek olsun. Yeni ilimiz sevgiyle dolsun. Dünyada yaşayan bütün Azerbaycanlılara, Azerbaycan vətəndaşlarına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun. Yani bir de adamla isteğini bu da adam söyleyelim.